Salam dəyərli kanal izləyiciləri. Bu gün sizlə baxarıq Güvənin 11-ci siniflər üçün keçirdiyi 8-ci sınağına. Deməli, 61-ci sualda deyir ki, verilmiş proqram nümunələrindən neçəsi tətbiqi proqram təminatına aiddir? Linux Solaris əməliyyat sistemidir, Excel tətbiqi proqram təminatına aiddir, Basic proqramlaşdırma alətidir, Adobe Freehand tətbiqi proqramdır, Access tətbiqi proqramdır, PowerPoint tətbiqi proqramdır. Yəni 4 dənə proqram tətbiqi proqram təminatına aiddir. Daha sonra davam edək 62-ci sualına. Deyir ki, B5 xanasında yazılmış belə bir düstur var. Deməli, B5 bərabərdir düsturu köçürək. A2 üstə gələk C7 çıxaq dollar D3 vuraq B dollar 2. Bizə deyir ki, bu düsturu D6 xanasına köçürdükdə alınan düsturu müəyyən edin. D6 xanasına köçürsəm, mən baxıram ki, mənim sütunum 2 vahid dəyişib. Yəni, baxın, A, B, C, D idi. Yəni, B-dən D-yə keçib. C artıq D-də dayanıb. Deyirik 2 vahid. Onda A-dan 2 vahid geçsə, B, C-də dayanacaq. Baxıram ki, sətrim də 5 idi, 6 olub. Yəni, 1 vahid artıb. Onda 2 idi, 3 olacaq. C3 üstə gələk. Sütunum C-dən qalxacaq D, Y-yə. Sətrim də 7 idi, olacaq 8. Çıxaq. D-nin qarşısına dollar var. Olduğu kimi qalacaq. Yəni dollar D. 3 idi, 1 vahid artacaq, olacaq 4. Vuraq. B-dən C, D-yə gələcək. Dollar 2 də olduğu kimi qalacaq. Bunu əsasən deməli C3 üstə gələk Y8 çıxaq dollar D4 vuraq D dollar 2. Düzgün cavab olacaq B variantı. Davam edək 63-cü sualına. 63-cü sualda deyir ki, not deməli yaş böyüdür 25 or maaş kiçikdir 1000 sorğusuna əsasən hansı yazılar görsənəcək? İndi baxıram ki, bu notu mötəzənin çölündə verdiyi üçün bütün mötəzənin içərisində təsir edəcək. Onda buna əsasən deyə bilərəm ki, və məsəl üçün bizdə 3 dənə işarə var da, böyüdür, kiçikdir, bir də bərabərdir işarəsi. Mənə deyir ki, not böyüdür 25. Yəni böyüdürü götürsəm, baxın bunu götürdüm buradan. Mənə qaldı nə? Kiçikdir və bərabərdir. Onda deyəcəm ki, yaş mənə verəcək kiçik bərabərdir 25. Onda oru not eləsəm, bu mənə əndi verəcək. Ənd. Maaşım da deyir ki, kiçikdir 1000. İndi buna əsasən böyüdür var, kiçikdir var, bərabərdir var. Buradan kiçiyi götürsəm mənə nə qalacaq? Böyüdür və bərabərdir qalacaq. Yəni, böyük bərabərdir 1000. Buna cavab verən mən yazını axtarmalıyam. A-da deyir ki, yaşı 25-dən kiçik və ya maaşı 1000-dən və ya olmaz axı, dedi ki, və olmalıdır. Ümumiyyətlə, və ya olanları çıxacam. Mənə qalır C ilə Y variantı. Y variantına baxsam, deyir ki, yaşı 24 və aşağı maaş. Yaşı 24 olmalı deyil. Yaşı 24-dən böyük olmayan olmalıdır. Yəni, 24 neydi? 25-dən böyük olmayanlar olmalıdır. Ona görə düzgün cavab olacaq C variantı. Yəni, biz burada 25-in özünə götürməliyik, amma Y variantına götürmür. Ona əsasən düzgün cavab olacaq C variantı. Daha sonra baxsam 64-cü suala. Deyir ki, 16-lıq say sistemində yazılmış 1000 ədədini 8-lik say sistemində ifadə edin. Ümumiyyətlə, 16-lıqdan 8-liyə birbaşa keçid yoxdur. Biz bilirik ki, bunu əvvəlcə gətirməliyik 2-liyə, daha sonra gətirməliyik 8-liyə. Onda 1000 ədədidir bizdə. Bu ədədi mən belə deyək, 2-liyə gətirsəm 8, 4, 2, 1 qaydası ilə. Bu qaydaya əsasən də bunlar sıfırlanacaq, bu mənə verəcək 1. Və bu bir dənə sıfırımda 16-lıq say sistemində 1 rəqəm, 2-lik say sistemində 4 dənə rəqəmə bərabərdir. Yəni, burada bir dənə sıfır bizə 4 dənə sıfır verəcək. Onda 3 dənə sıfır olduğu üçün mən burada məntiqdən 12 dənə sıfır yazmalıyam. 3, 4, 1, 2, 3, 4. Aha, və buradakı artıq qarşıdakı bu sıfırların da bir mahiyyəti yoxdur. Onda bu ədədi, tapdığım bu ədədi gətirməliyəm 8-liyə. Hal-hazırda 2-likdədir. 2-likdən 8-liyə keçid necə idi? 3-3 ayırmaqla. Bu formada mən bunları 3-3 ayırsam, baxıram ki, buradakı 1 tək qalır. Yəni, elə bu mənə nəyi verir? 1-in özünü verir. 4-2-1 qaydasına əsasən. Bu formada. Belə deyək, bu formada yazsam,
Bu mənə elə 1-in özünü verir. Yəni qarşı tərəf onsuz ki sıfırlanacaq. 1, bunlar da mənə nəyi verəcək? Sıfırları verəcək. Yəni düzgün cavab olacaq 10.000 Y variantı. Daha sonra davam eləyək 65-ci sualla. Deyir ki, qonşuluq matrisinə əsasən A məntəqəsindən F məntəqəsinə müxtəlif yolların sayını tapın. Bunu daha rahat formada həll edə bilməyimiz üçün bunu qonşuluq belə deyək də qrafın qurmaq lazımdır. Qrafın da gəlin qrafın quraq. Təpələrimi bir təqribi olaraq təpələr götürəcəm və təqribi olaraq mən oxlarla tilləri qoyacağım. Yəni bu olsun tutaq ki A təpəsi, bu olsun B təpəsi. Misal üçün C təpəsi, bu olsun Y, daha sonra D var, bir də bu da olsun F təpəsi. Biraz F-i aşağıdan çəkək, çox yaxın olmasın. Deməli, bu da olacaq F təpəsi. İndi baxıram ki, A-dan B-yə, D-yə və Y-yə yol var. Yəni A-dan B-yə, A-dan D-yə, bir də A-dan Y-yə yol var. B-dən C-yə, Y-yə və F-ə yol var. Deməli, B-dən C-yə, B-dən Y-yə, bir də B-dən, baxın, F-ə yol var. Daha sonra C-dən D-yə və F-ə yol var. D-yə, bir də F-ə. Onda C-dən D-yə götürəcəm, bir də C-dən F-ə yol götürəcəm. D-dən sadəcə F-ə yol var bu formada. Y-dən isə F-ə yol var. Əssalam. F-dən də heç birinə yol yoxdur. İndi bunu əsasən mən A-dan F-ə olan yolların sayını tapa bilərəm. A-dan çıxanlara 1 yazacağım bu formada. Baxıram ki, B-yə 1-i gəlib. Onda B-dən çıxanlara da mən 1 yazmalıyam. Bu formada B-dən çıxanlara 1 yazdım. Y-yə baxıram ki, Y-yə 2-si gəlib. Biri buradan, biri də buradan. Onda Y-dən çıxanlara 2 yazmalıyam. Daha sonra baxsam C-yə. C-yə gələn bir dənə B-dəndir. Yəni, bunu əsasən mən onda C-dən çıxanlara 1 yazmalıyam. Burada bir də Y-dən C-yə də yol var. Bir də bu yolu qoyaq ki, sual səhv olmasın. Bir də Y-dən C-yə yol var. Bir də bu yolu qoydum. İndi baxıram ki, C-yə gələn, bir də Y-dən çıxanlara 2 yazdığımıza görə, bir də bura 2 yazacağım ki, C-yə gələn 2 olsun. İndi davam edə bilərik. C-dən biri buradan gəlir, ikisi də buradan gəlir. Onda mən C-dən çıxanlara 3 yazmalıyam. 3 bura yazacağım, 3 də bura yazacağım. Baxıram D-yə gələnlərə. 3-ü buradan gəlir, biri də buradan gəlir. Oldu 4. Onda D-dən çıxana 4 yazacağım. İndi baxa bilərəm F-ə gələnlərə. Deməli, baxın, 4-ü buradan gəlir. 4-ü buradan gəlir. Daha sonra 1-i buradan gəlir. 5. 3-ü buradan gəlir. Deməli, 8. İkisi də buradan gəlir 10. Onu əsasən deyəcəm ki, düzgün cavab olacaq D variantı. Deməli, bir də üstündən keçəcəm. Baxın, 1-i buradan gəldi F-ə. 4-ü buradan gəlir. Yəni, bu yol var əlimdə. Bu yol var. Bu yol var. 3-ü buradan gəlir. İkisi də bu yolla gəlir. Bu da bizə verəcək 10. Düzgün cavab olacaq 65-də D variantı. İndi gəlin davam eləyək 66-cı sualla. 66-cı sualda deyir ki, aşağıda verilmiş kompüter parametrlərinə əsasən xarici yaddaşın həcminin operativ yaddaşın həcmindən 2 dəfə çox olduğunu müəyyən edin. Operativ yaddaş nə idi? RAM. Yəni DDR olan ya RAM-la göstərir, ya da DDR-lə. Burada baxıram ki, DDR-də neçə yazıb? 64 GB yazıb. Və xarici yaddaşım da nədir? SSD-dir, 1 TB-dır. Onda 1 TB-ı bölməliyəm 64 GB-a. 1 TB-ım da 1024 GB-dır. Onda 1024 GB-ı da 64 GB-a bölsəm, yəni 2 üstü 10, bu da 2 üstü 6-dır. Bizə verəcək 2 üstü 4-ü, yəni 16-nı. Onda düzgün cavab olacaq 66-da D variantı. Daha sonra davam edir 67-ci sualla. Deyir ki, C4 xanasında yazılmış B3 plus D7 düsturunu hansı xanaya köçürmək olmaz? Bu belə deyək də, hansı xanaya köçürmək olmaz deyəndə mən baxıram sətirlərə və sütunlara. Sütun olaraq problem yoxdur. Hər bir sütuna köçürə bilərəm.
Burada belə deyək də B3-dür. Məsəl üçün bu formada yazsam C4 bərabərdir B3 üstə gələ D7. İndi deyir ki, tutaq ki, birini yoxlasam, bir ki B3-ə, məsəl üçün B variantını yoxlayıram. Görək B3-ə köçürə bilərəmmi? 4-dən 3-ə sətrin bir vahid azalıb. C-dən də B-yə sütunumda bir vahid geri gedib. Baxıram ki, bundan bir vahid geri gedə bilərəm. D-dən bir vahid geri gedə bilərəm. 3-dən 1 çıxa bilərəm. 7-dən 1 çıxa bilərəm. Yəni problem yoxdur. Ödəyir. Amma baxsam Y variantına, yəni F1-ə. Baxın, indi F1-də problem nədir? Sütunlarda bir problem yoxdur. Belə deyək, irəliyə gedib götürə bilərəm. Ancaq 4-dən 1-ə düşəndə baxıram ki, 3 çıxıblar da. 4-dən neçə çıxıblar ki, 1-ə düşüb? 3 çıxıblar. Onda mən burada B-dən 3 çıxsam, C-dən burada B-dən Y-yə gedəcək. Amma 3-dən belə deyək, 3 çıxsam, bu mənə Y0 verəcək. Və Y0 deyə bir xana olmadığı üçün avtomatik olaraq yəni bu səhv olacaq. Yəni mən bu xanaya artıq düsturu köçürə bilmərəm. Ona görə düzgün cavab olacaq 67-də Y variantı. Daha sonra baxsam 68-ci suala. Deyir ki, verilmiş fayllardan neçəsinin həcmi ilə diskdə tutduğu həcm eynidir. Bir klasterin həcmi 8 kilobaytdır. 24 kilobaytlıq fayllarım var. Misal üçün, bu nəyi nəzərdə tutur? Faylın diskdə tutduğu, yəni disk sayzını tapsaq, 24 kilobayta bölməliyəm bir klasterin həcminə 8-ə, bu mənə verəcək 3 klaster və bir klasterin həcminə vursam, bu mənə 24 kilobayta verəcək. Yəni disk sayzı ilə faylın həcmi ilə diskdə tutduğu həcm eyni olacaq. Yəni bir növ hansılar ki 8-ə tam bölünəcək, mən onlara götürməliyəm. Onda 24-ü götürə bilərəm, 32-ni götürə bilərəm, tam bölünür. 48-i götürə bilərəm. Baxsam, məsələn, 52 kilobaytdır. Belə deyək, diskdə tutduğu həcm eyni olmayacaq. 4 kilobaytdır. Diskdə tutduğu həcm elə 8 kilobayt olacaq. Yəni, bir klasterdən hesablasam. Yəni, diskdə tutduğu yer eyni olmayacaq. Bunu əsasən qısacası belə düşünə bilərsiniz ki, hansılar ki, bir klasterin həcminə tam bölünür. Baxın, o tam bölünənləri götürməlisiniz. Onda buna əsasən neçəsi deyildi? Düzgün cavab olacaq 3 dənəsi. Davam eləyək 69-cu sual nümunəsinə. Baxıram 69-da deyir ki, say domeninə əsasən, say domeninə görə azalan ardıcıllıqla çeşidləmə etdikdə adi sayəsinin ardıcıllığını müəyyən edin. Aha, saya görə azalan ardıcıllıq deyirsə, yəni mən çoxdan aza doğru düzməliyəm. Çoxdan aza doğru düzsəm, onda 15, 11, daha sonra 10 və 9 olmalıdır. Onda 15-in aidisi neçədir? 4. 11-in aidisi neçədir? 2. 10-un aidisi neçədir? 1. Bir də 9-un aidisi neçədir? 3. Yəni 4, 2, 1, 3. Düzgün cavab olacaq 69-da A variantı. Daha sonra davam edir 70-ci sualla. Deyir ki, aşağıda verilmiş qraf üçün qurulan qonşuluq matrisində sıfırların sayı birlərin sayına nə qədər çoxdur? Əvvəlcə, yəni sıfırların sayını, birlərin sayını tapmaq üçün mən təpə sayını tapmalıyım. Baxıram ki, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə təpəsi var. Yəni ümumi xana sayını tapası olsam, 8-i vurmalıyam 8-ə. Bu mənə verir 64 xana. Və daha sonra birlərin sayını tapa bilərəm. Birlərin sayını tapmaq üçün əgər istiqaməti olmasaydı, bu zaman deyərdim ki, tilləri tapıb 2-yə vurardıq. Amma istiqaməti olduğu üçün elə burada olan qövslər bizə birlərin sayını vermiş olur. Yəni tapacağım görüm neçə dənə til var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə 1 var. Onda 64-dən 15-i çıxsam, mənə sıfırların sayını verir. Yəni 15 dənə 1 oldu. 64-dən 15-i çıxdı, mənə verdi 49. Bizə də deyirdi ki, sıfırların sayı birlərin sayından nə qədər çoxdur? 49 dənə bizdə 0 var. 15 dənə isə 1 var. Onda 49-dan da, yəni sıfırların sayından da birlərin sayı, yəni 15-i çıxsam, görürəm ki, nə qədər çox olmuş olar. Bu da bizə verəcək, deməli, 34-dür. Yəni düzgün cavab olacaq 70-ci sualda A variantı. Deməli, neynədik? Ümumi xana sayını tapdıq. Daha sonra birlərin sayını tapdıq, sıfırların sayını tapdıq. Yəni ümumi xana sayından
birlərin sayını çıxanda bizə qaldı sıfırların sayı və arada olan fərqi soruşurdu. Artıq sıfırların sayı ilə də birlərin sayını çıxanda arada qalan o fərqi, yəni nə qədər çox olmasını tapa bildim. Davam eləyək 71-ci sualına. Deyir ki, aşağıda verilmiş cədvəl nümunəsində D2 xanasına yazılmış düstur D sütunundakı digər xanalara köçürüldü. D2 xanasına yazılmış düsturu müəyyən edin. Baxıram ki, əgər D2 üçün mən bunu tapası olsam, düsturu əvvəlcə D2 üçün tapa, daha sonra digərləri üçün də həmin düstur ödənmiş olacaq. Baxıram ki, ümumi qiymətim 1000-dir burada. Ümumi qiymətim 1000-dir. Amma endirimlə birlikdə deyir, ümumi qiymət olub 9000. Halbuki mən 1000-i belə deyək də saya, yəni ona vuranda birinin qiyməti 1000 manatdır. Ona vuranda, sayına vuranda 10.000 almalıyam. Amma almışam burada 9000. Deməli bir növ elə bil bunun %10'un qiymətini %10'un tapmaq lazımdır. Onda buna əsasən mən belə bir düstur yaza bilərəm ki, qiymətdən elə belə deyim də 1000-dən 1000-i çıxsam, vursam %10'a və bir də sayına vursam, mən 9000'i tapa bilərəm. Buna əsasən, yəni D2-də yazacağım düstur necə olar? D2 üçün bir düstur yazsaq, D3-ə əsasən də həmin düsturu tətbiq eləyək. D4-ə əsasən də həmin düsturu tətbiq eləmək olar. D2-yə həmin düsturu tətbiq eləsəm, mən nə etməliyəm? B2-dən B2-ni çıxmalıyam. Yəni qiymətdən qiymətə çıxmalıyam. Buna əsasən deyəcəm ki, B2 çıxaq B2 vurmalıyam belə deyək faizinə. Yəni endirim faizinə. %10'a buna əsasən də belə yazarıq. Vuraq yəni burada faizi verilib B6 xanasında. Vuraq B6-ya. Bir də bunu bölməliyəm nəyə? 100-ə. Və ən sonda da bunu vurmalıyam sayına. Yəni bu ümumi hissəni vurmalıyam sayına. Sayı da nədir? C2-yə vurmalıyam mən bunu. İndi bunu əsasən mən D3-ə görə əgər götürüb düsturu yazsam, onda D3-ə əsasən düsturum olacaq ki, B3 deməli çıxaq B3, vuraq B6, bölək 100. Daha sonra bir də bunu vurmalıyıq sayına, yəni C3-ə. Əgər mən bunu D4 üçün yazası olsam, onda deyərəm ki, B4, çıxaq B4, vuraq yenə B6, vuraq B6, bölək 100. Bir də bunu vurmalıyam nəyə? Sayına, yəni C4-ə. İndi mənə deyirdi ki, D5 üçün də yaza bilərsiniz, problem yoxdur. Mənə deyirdi ki, D2 xanasında yazılmış düsturu müəyyən elə. Buna əsasən, baxın, dəyişməyənim nədir? Baxıram ki, mənim burada B6-da, yəni sətrim, yəni sırf B6'm dəyişməyib. Əslində B-nin də qarşısına dollar qoya bilərik burada, bu B-lərin qarşısına. Sadəcə sütun üzrə köçürülmədir ya, hamısı D sütunundadır da. Onsuz ki bu dəyişməyəcək. Yəni dollar qoya da bilərəm, qoymaya da bilərəm. Bir fərqi yoxdur. Amma sətrin qarşısında mütləq şəkildə dollar işarəsi qoymalıyam. Yəni burada bunların qarşısında mütləq şəkildə dollar işarəsi olmalıdır. İndi buna uyğun cavab da baxıram ki, deməli D2-yə əsasən B2 çıx B2, vur B dollar 6, böl 100, vuraq C2. Düzgün cavab olacaq 71-də D variantı. Deməli 71-ci sualda düzgün cavab oldu D variantı. Davam eləyək 72-ci sual nümunəsi ilə. 72-ci sualda deyir ki, D1 xanasına verilmiş düsturu D3 xanasına köçürdükdə nəticəni müəyyən edin. Baxıram ki, D1-dən D3-ə köçürməliyəm, düzdürmü? D1-də belə bir düstur verib, D3-ə köçürsəm, mənim sadəcə sütun üzrə dəyişiklik yoxdur da. Bu D1-də də deyir D3-ə, bu hissəyə köçür. Sütun üzrə dəyişiklik yoxdur deyə dəyişiklik sırf sətirlərdədir. Sətirlərdə də D1-dən D3-ə, yəni 2 vahid mənim sətrim artmış olacaq. Onda ki, buradakı düstur olacaq sam A3, sadəcə sətrim dəyişib C3. Bir də bunu vurmalıyam. Sütunum üzrə onsuz ki bir dəyişiklik yoxdur. Bunu vuracam C2-yə. Yəni 2-nin qarşısında dollar olduğu üçün dəyişməz olaraq qalacaq.
İndi mənə deyir ki, sam A3 C3. Yəni bu diapazonu mənə deyir cəmlə. A3 C3 diapazonu cəmlə və vur C2-yə. İndi C2-ni tapası olsam, deyir B1-i vur A3-ə. B1-im 3-dür. Gəlin A3-ümüzü tapaq. Deməli, A3-ü tapsam, A1 üstə gələk A2, bölək C1. Yaxşı, əvvəlcə C1-i tapaq. A2-ni vurub 3-ə. Yəni 2-ni vuracaq 3-ə, bu mənə verəcək 6. Daha sonra buradan C2-ni tapsam, B1-i vurub A3-ə. B1-im isə 3-dür. 3-ü A3-ə vursam, A3 mənə nə verəcək? A1 plus A2, 6 bölək 6, yəni 1 verəcək bu mənə. Onda B1 vuraq A3-üm də mənə elə 3-ün özünü verəcəkdir. İndi bunları cəmləməliyim və C2-yə vurmalıyım. Yəni 1 üstə gələk 0, üstə gələk 7. Vurmalıyam nəyə? C2-miz də 3-dür. Yəni 8-i 3-ə vursam mənə verəcək 24. Düzgün cavab olacaq 72 də Y variantı. Davam eləyək 73-cü sualla. 73-cü sualda deyir ki, aşağıda verilmiş fraqmenti kodlaşdırmaq üçün mümkün ən kiçik əlifbadan istifadə edilmişdir. Verilmiş fraqmentin həcmini müəyyən edin və dırnaq işarəsi nəzərə alınmır. İndi gəlin biz burada ümumi simvolların sayını tapaq. Görək neçə dənə simvolum var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39. Yəni SS bərabər olacaq 39-a. Ümumi 39 dənə simvolum var. Daha sonra baxıram ki, mənə deyir ki, mümkün ən kiçik əlifbadan istifadə edilmişdir. Onda mən burada ən kiçik əlifbanı tapıb, yəni hər hərfdən bir dənə götürüb oradan i-biti tapmalıyam. Onda gəlin görək nəyi götürə bilərik. Yaşa sözünü götürəcəm. Yaşanı götürdüm. Yəni burada böyük y hərfi olduğu üçün. Təzədən vergülü götürəcəm. Burada bir dənə kiçik y-ni götürə bilirəm. Daha digərlərini götürə bilmirəm. Daha sonra çoxu götürə bilirəm. Problem yoxdur. Çoxu götürəcəm. İndi bir dənə boşluq götürək. Məsələn, bunu bir boşluq kimi düşünsək, digər boşluqları götürə bilməyəcəm. Buradakı yaşanı götürməyəcəm. Daha sonra buradakı y hərfini götürməyəcəm, amma e hərfini götürəcəm. Baxıram ki, ş-nı götürə bilmirəm. Sonra a-nı götürə bilmirəm. N-nı götürə bilirəm. Qeyd eləyəcəm. L-nı da götürə bilirəm və I-nı da götürə bilirəm. Aha. Daha sonra burada böyük A-nı götürəcəm. Deməli, ümumiyyətlə Azər sözünü götürə bilirəm. Azər. Azər sözünü götürdüm. Burada da baxıram ki, B-nı götürə bilərəm. A-nı götürməyəcəm, Y-nı götürməyəcəm. C-nı götürə bilərəm, problem yoxdur. A-nı götürməyəcəm, N-nı götürməyəcəm, bir də Nida-nı götürəcəm. İndi gəlin görək burada neçə dənə simvol oldu. Yəni 1, 2, 3, 4, 5, 6, boşluğu götürsəm 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 dənə simvol oldu. 20, bir də Nida 21 dənə simvol oldu. Bir də diqqət eləsək. Burada yaşa sözündəki biz A-nın birini götürməməliyik. Baxın, yaşa sözündəki bir dənə A-nı götürməliyik. Ona görə deyəcəm ki, 21 yox, 20 dənə simvol. Yəni, böyük yenim bərabər olacaq 20-yə. Onda böyük yenim 20-dirsə, mənim i-bitim neçə olacaq? Buradan i-biti tapsam, 20-ni gətirərəm 2-nin qüvvətləri arasına. Deyərəm ki, i-bitim olacaq 5 bit. Və buna əsasən həcmim var 39-dur. i-bitim simvol sayım 39-dur, i-bitim 5-dir. Həcmi tapa bilərəm. Buna əsasən h bərabər olacaq 39-u vuraram 5 bitə. Bu da bizə verər, deməli 5 yazıram 4 yadda 150 150 yox 495 195 bit. Baxaq görək variantda varmı? Bəli.
Düzgün cavab olacaq Y variantı 195 bit. Davam eləyək 74-cü sualla. Deyir ki, ulduz mətn faylının güvən qovluğunun daxilində yerləşən kurs alt qovluğunda olduğu məlumdursa, ardıcıllığı tamamlayın. Yaxşı, ulduz mətn faylımız var və güvən qovluğunun daxilində yerləşən kurs alt qovluğundadır. Deməli, başlanğıcdakı diskim olacaq C diski. Yəni, ümumiyyətlə, bu haqda mənə məlumat vermir. Mənim C diskim var. Və daha sonra deyir ki, ulduz mətn faylı, yəni ulduz, ümumiyyətlə, bu bizə nəyi verir? Ulduz nöqtə, buna əsasən nəyi verir? TXT-ni verir də, mətn faylıdır. Deyir ki, bu güvən qovluğunun daxilində yerləşən kursda yerləşir. Deməli, kursun içindədir. Burada güvən olacaq. Belə deyək, C diski, tərsləşimi qoydum, güvəni qeyd edirəm. Güvənin daxilində kursum var. Yəni, çünki kurs, belə deyək, güvən qovluğunun daxilində yerləşən kurs alt qovluğundadır. Onda güvəndən sonra mən kursu götürərəm. Kurs. Kursdan sonra da, yəni kursun içərisindədir ulduz nöqtə TXT. Bunun içərisində deyərəm ki, ulduz nöqtə TXT-dir. Və indi bunu işarələsək, C diskim 4-dür, tərs siləşim 5-dir, güvən 3-dədir, yenə tərs siləşim 5-dir, kurs 6-dadır, tərs siləşim 5-dir, ulduz 2-dədir, nöqtə TXT də 1-dədir. Yəni, düzgün cavab olacaq 4, 5, 3, 5, 6, 5, 2, 1. Düzgün cavab olacaq C variantı. 4, 5, 3. Aha. Düzgün cavab olacaq C variantı. Daha sonra davam eləyək 75-ci sualla. İndi bu sualda deyir ki, RGB standartına kodlaşdırılan 512/1024 ölçülü təsvirin enini və uzunluğu 2 dəfə kisildikdən sonra SMYK standartında kodlaşdırıldıqda təsvirin həcmi necə dəyişir? Yəni, əvvəlcə RGB standartında tapaq, daha sonra bu enin uzunluğunu 2 dəfə kiçildək, SMYK-da tapaq. Görək, həcm neçə dəfə dəyişmiş olacaq. İndi mən buradan əgər H-ı tapsam, RGB-də 24 bitdir. Yəni, bunu 3 bayt əsasən gələcəm ki, 3 bayt vuraq. Daha sonra 512, yəni 2/9 vuraq, 2/10. Bu bizə verəcək, burada bu formada qalsa 2/19 vuraq 3 baytı verir. Daha sonra mən bunun enin uzunluğunu 2 dəfə kiçilsəm, yəni 512 2/9-dur. Bunu 2 dəfə kiçilsəm 2/8 qalır. Bunu 2 dəfə kiçilsəm 2/9 qalır. Onda deyəcəm ki, H bərabərdir. SMYK-da kodlaşdırsaq 4 bayt eləyir. 4 baytım da 2/2-dir. 2/2 vuraq 2/8 vuraq 2/9. Bu da mənə verəcək 2/19-u. Yəni 9, 8, 17. Bu da ki 2/19-u verəcək. İndi deyir ki, həcmi necə dəyişir? Baxıram ki, 2/19 vuraq 3 bayt idi. Daha sonra oldu 2/19. Deməli, nə baş verdi? 3 dəfə həcmim azaldı. Davam eləyək 76-cı sualına. Deyir ki, hər düyümdə 100 piksel olan monitorun diaqonal ölçüsü 50,8 cm-dir. Monitorun diaqonalında olan piksel sayını müəyyən edin. Ümumiyyətlə, bir düyüm bilirik ki, 2,54 cm-dir. Mən tapmalıyam, görüm mənim neçə düyümüm 50,8 cm-dir. Deməli, bir düyüm əgər 2,54 cm-dirsə, mənim neçə düyümüm 50,8 cm olmuş olur. Onda deyərəm ki, x bərabər olar 50,8-i bölərəm 2,54-ə və bu mənə verər 20 düyüm. Mənə deyir ki, hər düyümdə 100 pikseldir. Yəni, bir düyümdə 100 pikseldirsə, tapmalıyam görüm 20 düyümdə neçə pikseldir. Onda x bərabər olacaq 20-ni vursam 100-ə, mənə verəcək 2000 piksel. Düzgün cavab olacaq 76-da C variantı. Daha sonra davam eləsək 77-ci sual nümunəsi ilə. Deyir ki, düzgün yazılmış fayl adını müəyyən edin. Ümumiyyətlə, qoşa nöqtə olmaz, sual olmaz, slash olmaz, böyük kiçik olmaz,
dırnaq işarəsi olmaz. Baxıram ki, D variantında dollardır. Yəni, problem yoxdur, dollar işarəsi olar. Ona görə düzgün fail adı olacaq 77-də D variantı. Davam eləyək 78-ci sualla. Deyir ki, bu diapazona uyğun qurulmuş diaqrama əsasən C1 xanasının qiymətini müəyyən edin. Deməli, buradan A2-ni tapası olsa, deyir ki, B1 üstə gələ C1 vuraq 2. B1'im 3'dür. 3 üstə gələ C1'ə bir x desəm, 3 üstə gələ x vuraq 2. Daha sonra B2'ni tapsam, A1 vuraq 2'dir. Yəni 5'i vursam 2, bu mənə 10 verəcək. Daha sonra C2'ni tapsam, A1 vuraq 2 plus 10. A1 vuraq 2'm 10'dur. Üstünə 10 gəlsəm, bu da mənə verəcək 20'ni. Aha. İndi baxıram ki, əgər buna belə saat əqrəbi istiqaməti ilə baxsam, yəni bu formada baxsam, onda deyərəm ki, və bu 10'dan və 20'dən yola çıxaraq deyərəm ki, onda mənim bu 40% olacaq C2. Yəni saat əqrəbi məntiqi ilə bu formada gəlirik. Onda deyəcəm ki, bu C2 olacaq 40% əsasən. Onda 20%im də mənim olacaq 10. Yəni B2 olacaq. Onda yenə deyirəm, saat əqrəbi məntiqi ilə bu formada gəlsəm əgər, onda mənə verir ki, bu 40%im də A2-ni verir mənə. Yəni burada A2 olacaq. Onda bu da 40%dir, bu da 40%dir. Deməli A2 C2-yə bərabər imiş də. Onda A2-ni C2-yə bərabər götürüb oradan x-i tapa bilərəm. 3 üstə gələ x vuraq 2 bərabərdir. C2-ni də tapmışam 20. Buradan da 3x bərabər olacaq. 3 üstə gələ x bərabər olacaq 10'a. X-im də bərabər olacaq nəyə? 7'yə. Deyəcəm ki, heç nə. 78'də düzgün cavab olacaq B variantı 7. Daha sonra davam eləyək 79-cu sualla. Baxıram, deyir ki, bu mətndə deyir hansı klaviş kombinasiyalarından istifadə edilmişdir. Baxıram ki, burada yuvam və məskənimsən sözləri qalın yazılıb. Yəni Ctrl B olmalıdır mütləq içərisində ki, qalın yazmaq üçün. Ctrl B-miz var. İndi Ctrl B olmayan variantları B-ni və D-ni çıxıram gedir. Hətta mən buradan C-ni də çıxa bilərəm. Qalıram A-la Y-nin arasında. Daha sonra baxıram ki, bu düzləndirmə olaraq yəni mərkəzə düzləndirmədir də, Ctrl Y-dir. Mərkəzə düzləndirmədir. Baxın, elə bil mərkəzdə ortada yazıblar. Yəni ona əsasən deyəcəm ki, Ctrl Y-mizdə var. Və bir də burada yurdum sözü, baxın, əyri yazılıb. Yəni kursivlə yazılıb. Bir də Ctrl I-miz var. Ona əsasən deyəcəm ki, burada Ctrl Justify hər iki tərəfdən düzləndirmədir. Amma burada boşluq var, yəni hər iki tərəfdən düzləndirilməyibdir. Mərkəzə düzləndirilib. Ona əsasən deyəcəm ki, kursivlə yazılışa görə düzgün cavab olacaq A variantı. Burada kursivlə yazılış Ctrl plus I-dir. İndi gəlin davam eləyək. Yəni düzgün cavab olacaq 79'da A variantı. Davam eləyək 80-ci sualla. Deyir ki, bu tənliyin yazıldığı say sisteminin rəqəmləri cəmini müəyyən edin. Say sisteminin rəqəmləri cəmini. Aha. Baxıram ki, deməli 23, bunu onluq say sistemi gətirmədən daha rahat formada yazsaq. 23 üstə gələk. Burada x-dir, burada da 34 x-lıq say sistemidir. Bu mənə verib 60'ı. Deyir ki, 4'ün üstünə 3 gələndə 7 eləyir, ancaq bura 0 yazıblar. Deməli 7-dən neçə çıxıblar ki, bura 0 yazıblar? 7-dən bir dənə 7-ni çıxıblar ki, 0 alınıb və bura 0 yazıblar. Deməli ilə x-ım 7'lik say sistemi imiş. X bərabərdir. Deməli 7'lik say sistemi imiş x-ım. Deməli 2'nin üstünə 5 gəldim 6, 2'nin üstünə 3 gəldim 5, o da 1 yadda, buradakı 1 yadda 6 eləyir. Və deyəcəm ki, x-ım 7'lik say sistemi. Və burada bizə deyir ki, say sisteminin rəqəmləri cəmini müəyyən edin. Yəni 7'lik say sistemində
rəqəmləri cəmi 0, 1, 2, 3, 4, 5 plus 6. Bu da neçə verir bizə? 6, 4, 10, 15, bu da 6, 21. Yəni 80-də düzgün cavab olacaq D variantı. Daha sonra davam eləyək 81-ci sualına. Deməli deyir ki, 2 GB-ın 8də 1 hissəsi 4 GB-ın 32də 1 hissəsinə 2 dəfə çoxdur. İndi buradakı 2 GB ilə 4 GB-i eyni ölçü vahidinə gətirməliyik ki, daha rahat hesablaya bilək. 2 GB-ı misal üçün gətirə bilərəm megabayta. 2 GB-ı megabayta gətirsəm 210-a vuraram. Deməli 2 GB-ı mənə verər 210-a vursam 211 megabaytı. 211 megabayt. 4 GB-i də megabayta gətirsəm, deməli bu da mənə verəcək 209 megabayt. Deməli 4 GB-i də gətirsəm megabayta, bu mənə verəcək 209 megabayt. İndi deyir ki, 2 GB-ın 8də 1 hissəsi. Yəni, buradan 8də 1-i tapsam, 211-i mən neynəməliyəm? Vurmalıyam. 203, 1 bölünsün 203-ə. Bu da mənə verəcək 211-i 203-ə bölsəm, mənə verəcək 208-i. İndi buradan da 32də 1 hissəsini tapsam, yəni 209 vuraq, 1 bölək 205-ə. Bu da mənə verəcək 204-ü. 208-i də 204-ə bölsəm, bu da mənə verəcək 204-ü, yəni 16-nı. Ona görə 81-də düzgün cavab olacaq A variantı. Davam eləyək 82-ci sualla. Deməli, 82-ci sualda deyir ki, 20 səhifəli elektron faylın hər səhifəsində 64x64 ölçülü təsvir və ASCII standartına kodlaşdırılmış 2048 simvolluq mətn var. Təsvirin kodlaşdırıldığı standartın SMYK olduğu məlumdursa, faylın həcmini müəyyən edin. İndi gəlin buna əsasən, yəni hər səhifəsində həm şəkil var, həm mətn var. Şəklin və mətnin həcmini ayrıca tapaq. Mənim 20 səhifəm var. Onda H bərabər olacaq. Əvvəlcə qeyd eləyək ki, birinci şəklin həcmini tapırıq. H şəkil bərabər olacaq. 20 dənə səhifəm varsa, 20 səhifə vuraq, 64 vur 64. Yəni 206 vura 206. Və deyir ki, təsvir SMYK sistemində kodlaşdırılıbdır. Onda buna əsasən SMYK-da kodlaşdırılıbsa, bunu vuraram 4 bayta. Bu da mənə verər 212, 4-ü də 202 kimi yazsam, burada 20-ni də 4 vur 5 kimi yaza bilərəm əslində. Amma saxlayaq bu formada. 20 vuraq, 200-dür, 4-ü 202 kimi yazsam, 214 eləyir. 20 vuraq, 214. Bunu da mən gətirə bilərəm, kilobayta gətirsəm, baytdadır. 210-a bölməliyəm. Onda bu mənə verəcək 20 vuraq, 204. Yəni 20 vuraq, 16. Bu da mənə verəcək 320-ni. Yəni 320 kilobaytı. Daha sonra mən gedirəm mətnin həcmini tapmağa. Deyir ki, elə həmin səhifədə də, yəni 20 səhifədə də mətn var. Onda 20 vuraq, 2048 simvolluq deyir mətn var. ASCII standartına kodlaşdırılmış. ASCII standartına görə vuracam 1 bayta, vuracam 211-ə, 2048 simvol deyir. Bərabər olacaq, deməli 211 vuraq 20-yə. İndi mən yenə bunu kilobayta gətirmək üçün böləcəm 210-a. Bu mənə verəcək nəyi? Yuxarıda qalacaq 2. 2-ni vursam 20-yə. Bu da 40-dır. 40 kilobaytı. Onu da 320 üstə gələ 40 kilobayt. Bu da mənə verəcək 360 kilobayt. Yəni 82-ci sualda düzgün cavab olacaq 360 kilobayt Y variantı. Daha sonra davam eləyək 83-cü sualın. 83-cü sualda deyir ki, portları seçin. LPT bilirik ki, paralel portdur. COM ardıcıl portdur. Bir də PC2 portu var. Yəni düzgün cavab olacaq 1, 2, 5. Bundan başqa burada CMOS
vaxt və tarixi yadda saxlayır, ROM-da yerləşir. F tipi faylların ötürülməsi protokoldur. TCP, IP də internetin baza protokoludur. Yəni 83-də olacaq 1, 2, 5. Daha sonra davam eləyək 84-cü sualla. 84-cü sualda yenə verilənlər bazasına aid olan sualdır. Deməli, deyir ki, cədvələ əsasən əvvəlcə gəlin bu hissəni tapaq. Daha sonra or eləyək. Maaş kiçikdir 1100-nə. Deməli, mənə deyir ki, notu saxlayacağım qarşıda olduğu kimi. Not. Adında, deməli, başlanğıcda son, yəni adının içərisində ə hərfi olanları götürməlisən. Adının içərisində də ə hərfi olanlar var 2, 3, bir də 5. 2, 3, 5. Onu da qeyd eləyəcəm. 2, 3 və 5. Daha sonra mənə deyir or, qeyd eləyirəm. Soyadı V ilə, baxın sonda verib V-ni. Ulduzdan sonda verib, deməli V ilə bitəni soruşur bizdən. Onda soyadı V ilə bitən var Çələbiyev 2-də, bir də var Abdullayev 3-də. Yəni mən götürməliyəm 2 ilə 3-ü. Onda bu mənə verəcək not bu hissə. 2, 3, 5 ilə 2, 3-ün oru mənə verəcək 2, 3, 5-i. İndi mənə deyir ki, bunu not elə. Yəni 2, 3, 5-i götürmə. Onda 2, 3, 5-i götürməsəm, mənə qalır nə? 1 ilə 4. Aha, 1 ilə 4-ü götürdüm. İndi yazacağım 1, 4 or. Maaşı 1100-dən kiçik olanlar. Baxıram maaşı. 1100-dən kiçik olanlar hansılardır? 2 var, 800, 3 var. Vəssalam. 2 ilə 3. İndi bunları da birləşdirsəm, yəni or eləsəm, bu mənə verəcək 1, 2, 3, 4-ü. Yəni mənə deyirdi ki, neçə yazı sorğuya cavab verəcək. Ümumi olur 4 dənə yazı. 84-cü sualda düzgün cavab olur 4. Daha sonra davam eləyək 85-ci sualla. Nə deyir mənə? Yaddaş qurğularının sürətini artma ardıcıllığı ilə müəyyən edin. Ümumiyyətlə, sürətini dediyinə görə ən sürətli bizdə hansıdır? Bilirik ki, ən sürətli yaddaş registr yaddaşdır. Ən sürətli yaddaş. Və daha sonra gəlir keş yaddaş. Yəni qeyd edirəm ki, mən əvvəlcə sürətinə görə artma ardıcıllığı yazacağam. Daha sonra onu belə deyək də, onsuz ki artma ardıcıllığını istəyir. Yəni əvvəlcə azdan çoxa yazmalıyıq. Mən birinci normal sıra ilə yazacağam. Yəni ən sürətlisi bizdə registrdir. Daha sonra keş yaddaşdır. Daha sonra RAM-dır. Yəni əməli yaddaş. Sonra SSD-dir. Daha sonra HDD-dir. İndi mənə deyir ki, artma ardıcılığı ilə yaz. Yəni mən bunları tərsinə düzməliyəm. Sondan əvvələ düzməliyəm. İndi burada bir dənə keşi verməyibdir. Sondan əvvələ doğru düzsəm, onda birinci HDD-ni götürərəm. Yəni 2-ni götürərəm. Daha sonra SSD-ni 1-i götürərəm. Ondan sonra RAM-ı götürərəm 4-ü. Və ən sonunda registri götürərəm ki, o ən güclüsüdür 3-ü. Yəni düzgün cavab olar 2, 1, 4, 3. Daha sonra davam eləyək 86-cı sualla. Deyir ki, güvən.docx faylinə uyğun şablonları seçin. Baxıram ki, burada birincidə, baxın, burada deyir ki, məsələn, sualdan sonra C, Ö, V, Ə, 2 dənə əlavə yeni sual olmalı idi. Ancaq burada bizə bir dənə sual veribdir də, yəni 3 sual olmadı. Ona görə biri götürməyəcəm, getdim. 2-yə baxsam, baxıram ki, ümumiyyətlə ulduz olan hissələr düzdür. Yəni ulduz olan hissələrdə bir problem yoxdur. Mən bir dənə sual hissəsinə baxsam, burada docx, bunun yerinə bir dənə x qoysam, hə, problem yoxdur, 2-ni götürəcəm. Daha sonra 3-ə baxsam, dediyim kimi, ulduz hissələrinə heç baxmıram, ulduz həmişə doğru olur. Gəlib sual hissəsinə baxsam, bura bir dənə c-ni qoysam, problem yoxdur. Baxıram ki, ödənir, yəni 2-3-ü götürəcəm. Bundan sonra baxsam, 4-ə baxsam, deməli, biri sualın yerinə ü-nü qoysam, birinin yerinə v-nı qoysam, ə, burada n-nı qoysam, daha sonra d, bura o-nu qoyacam, bura c-ni qoyacam. Baxıram ki, 4-də də bir problem yoxdur. Yəni, bir sual bir simvolu ifadə eləyir, amma ulduzun yerinə mən ixtiyari bir simvol yerləşdirə bilərəm. Bunun üçün deyəcəm ki, 4 də ödənəcək.
Daha sonra 5-ə baxsam, burada 3 dənə sual verib. Nöqtədən sonra əslində 4 dənə sual olmalı idi. Logic's-də axı. Ona görə 5-i götürməyəcəm. Daha sonra mən burada 6-ya baxsam, burada yenə 2 dənə sual, bir dənə də artıq sual verməli idi güvənə əsasən. Yəni V-dan sonra N olmalıdır da nöqtəyə qədər. Birin elə bil çatmır. Ona əsasən 6-nı da götürməyəcəm. Yəni düzgün cavab olacaq 2, 3, 4. Daha sonra davam eləyək 87-ci sualına. Deyir ki, sola düzləndirmə. Sola düzləndirmə bilirik ki, yəni ümumiyyətlə leftdir, rightdir. Left sola düzləndirmədir, right sağa düzləndirmədir. Onda sola düzləndirmə olanda mən kontrol lefti götürəcəm, solu götürəcəm. Yəni 1-ə gedəcək C. Daha sonra mərkəzə düzləndirmə, bayaq da sualların içərisində var idi. Mərkəzə düzləndirmə sentədir. Sentə sözündən götürülüb. Burada sentədən C-ni yox, E-ni götürüblər. Yəni ikinci hərf. Ona görə kontrol Y olacaq mərkəzə düzləndirmə. 2-yə B gedəcək. Tam düzləndirmədə, yəni hər iki tərəfdən düzləndirmədə justify sözündən götürülüb ki, bu da kontrol J. 3-də də olacaq düzgün cavab D variantı. Yəni 87 olacaq 1C, 2B, 3D. Daha sonra davam edək 88-ci sualına. Deyir ki, aşağıdakı əməliyyatlardan sonra alınan nəticəni müəyyən edin. 512 onluq ədədi götürülür. Yəni 512-ni mən ümumiyyətlə necə yazaram? 2 üstü 9 kimi yazaram. Bu da mənə verir bir yanında 9 dənə sıfırı. Yəni 2 üstü 9. Deyir ki, ədədi ikilik say sisteminin ən kiçik 10 rəqəmli ədədi ilə cəmlənir. Ümumiyyətlə ikili say sistemində ən kiçik 5 rəqəmli ədəd desəm, deyərsiniz ki, bir yanında 4 dənə sıfır. Yəni ən kiçik 5 rəqəmli ədəddir. İndi desək ki, ən kiçik 10 rəqəmli ədəd, bu da olar bir yanında 9 dənə sıfır. Yəni məntiq etibarilə bu da elə 2 üstü 9-u verir mənə. Yəni üstünə gəlir 2 üstü 9-u, çünki cəmlənir. Daha sonra deyir, alınan cəm 16-lıq say sistemində ifadə edilir. İndi gəlin biz bunu 16-lıq say sistemində ifadə edək. Əgər mən bunu kiçilsəm, misal üçün desəm ki, 2 üstü 3, üstə gələ 2 üstü 3, bərabər olar neçəyə? Bunu əvvəlcə özümüz üçün qısaltsaq, bir yanında 3 dənə sıfır eləyir. Üstə gələ yenə bir yanında 3 dənə sıfır. Bu bizə 4 rəqəmli bir ədəd verir. Yəni, belə deyək, 0 yazıram bir yadda, o biri də atıram qarşı. 5 rəqəmli bir ədəd verir. Yəni bir yanında 4 dənə sıfır verdi. 5 rəqəmli bir ədəd verdi. Onda bunu mən götürə bilərəm ki, yəni deyə bilərəm ki, 2 üstü 3-lə 2 üstü 3-ü cəmləyəndə bu mənə 2 üstü 4-ü verəcək. Məntiqlə. Çünki 2 üstü 4 bir yanında 4 dənə sıfırdır. İndi eyni məntiqə əsasən deyəcəm ki, 2 üstü 9, üstə gələk 2 üstü 9. Bu mənə neçəni verir? 2 üstü 10-u. Yəni bir yanında 10 dənə sıfır 11 rəqəmli bir ədəd eləyir. Və mən bunu 16-lığa gətirməliyəm. Onda bunu 16-lığa gətirmək üçün buradan nə edərəm? 2 üstü 4-ü ayırmalıyam. Yəni 2 üstü 4-ü ayıranda bura 2 qalır. 8 eləyir. Və ona tamamlamaq üçün qarşıya bir dənə 4 atıram. Yəni 2 üstü 2 atıram ki, 2 üstü ona tamamlansın. Bu da mənə verir 400-ü. Yəni 4 yanında 2 dənə sıfırı. Və mən bunu gətirdim artıq 16-lığa. İndi mənə deyir ki, ədəd 16-lıq say sistemində C00 ədədi ilə cəmlənir və nəticə 16-lıq say sistemində qeyd edilir. Onda 400-ün üzərinə gələcəm C00 ədədini. Bu mənə verəcək 00, 4-ün üzərinə C gələcəm. C neçədir? 12. 4-ün üzərinə 12 gəlsəm 16 eləyir. 16-lıq say sistemində 16 yoxdur. Nə etməliyəm? 16-dan çıxmalıyam. Bir dənə 16-nı. Mənə qalacaq 0. Yəni 0 yazıram. Bu bir də yaddadır. Bunu da atıram qarşıya. Və salam. Ədədim olur bu formada. Yəni 1, yanında 3 dənə 0. Daha sonra davam edəcək 89-cu sualla. İndi burada biz nə etməliyik? Bizə deyir ki, ümumilikdə məhsulun qiymətini və Mir Yusiflə Railin hər birinin nə qədər xərclədiyini tapın. Gəlin biz əvvəlcə məhsul ID-lərinə baxaraq, bir burada, bir də burada. Ümumi bunların belə deyək də qiymətinin nə qədər olduğunu cəmləyək. Yəni ümumi məhsulun qiymətini tapaq. Məhsul ID-si 5 olan çantadır və qiyməti 20-dir. Onda belə deyək, 5-i 20-yə vursam
5 yox, 20-ni 2-yə vursam bu mənə 40 eləyir. Çünki 20 manatdır, sayda 2 dənədir. Bu 40 eləyəcək. Daha sonra məhsul aidisi 3 olan qələmdir. Qələm də 2 manatdır. Onda 2-ni 5-ə vursam, bu bizə verəcək 10-u. Daha sonra baxıram ki, məhsul aidisi 4 olan silgidir. Silgi də 2 manatdır. 2-ni 5-ə vursam, yenə bu mənə verəcəkdir 10-u. Və məhsul aidisi yenə 5 olan çantaydı. Burada yenə 20 yazacağım. 20-ni 4-ə vursam, bu mənə verəcək 80-i. Daha sonra 2 olan kitab idi. Məhsul aidisi 2 olan kitabdır. Kitab da 15 manatdır. 15-i 2-yə vursam, bu bizə 30 verəcək. Bu isə 30 verəcək. Daha sonra 5 olan dedik çantadır. 20 manatlı çantadır. 20-ni 6-ya vursam, bu bizə 120-ni verəcək. Daha sonra məhsul aidisi 6 olan karandaşda. Karandaşda 1 manatdır. Bu da bizə 10 manatı verəcək. İndi ümumilikdə mən bunları cəmləsəm, deməli 60, 10, 280, bu da 20. Bu da bizə verəcək 300. Deməli, ümumi qiymətim olacaq 300. İndi bizə deyir ki, Mir Yusiflə Railin hər birinin nə qədər xərclədiyini tap. Mən baxacağım, Mir Yusifin aidisi 2-dir. Burada da müştəri aidisi 2 olan, deməli, 1, 3 dənə alıb, 3 nədir? Qələmdir. Hə, qələm alıb. Bir də 5 olanı alıbdır. 5 olan da nə idi? Çantaydı ki, qarşısına yazmışıq. Deməli, onda belə deyim də, qələm 2 manatdır, sayda 5 dənədir. 2-ni 5-ə vursam, bizə verəcək 10 manat. Üstünə gələcəm. Baxıram ki, bir də çanta almışdı. Çanta da 20 manat idi, sayı 4 dənə. 20-ni də 4-ə vursam 80 eləyəcək. Bu mənə verəcəkdir 90. Deməli, Mir Yusif nə qədər xərcləyib? 90 manat. Daha sonra gedirəm Raili tapmağa. Raili də tapsam, Raili də 6-dır müştəri aidisi. İndi gedirəm müştəri aidisi 6 olana. Bir buna baxacam, bir də buna baxacam. Bu da nə alıb? Məhsul aidisi 4 olan nədir? Silgi alıb. Silgi də 2 manatdır. 2-ni də 5-ə vursam, bu mənə verir 10 manat. Üstə gələk. Bir də nə alıb? Yenə çanta alıb Raildə. Çanta da 20 manat idi və sayı 6 dənədir. Onda 6-nı vursam 20-yə. Bu da mənə verəcək 120-ni. 120, bu da 10. Deməli, mənə verəcəkdir 130-u. Ümumilikdə, ümumi xərclənilən məbləğ 300 oldu. Mir Yusifin xərclədiyi məbləğ 90 oldu. Railin də xərclədiyi məbləğ 130 oldu. Düzgün cavab olacaq bu formada. İndi gəlin davam edək sonuncu 90-cı sualına. 90-cı sualda deyir ki, hər bir istifadəçi üçün rəqəmləri müxtəlif 3 rəqəmli şifrə ayrılmışdır. Aşağıdakı şərtlərə əsasən şifrələrin mümkün sayını müəyyən edin. Deyir ki, 3 rəqəmli şifrə ayrılmışdır və şərtlərə əsasən. Rəqəmləri də bu arada deyir müxtəlifdir. Deyir ki, birinci rəqəm cütdür. Birinci rəqəmi cüt olan ola bilər 0, 2, 4, 6 və 8. İndi mən 0 üçün belə deyim də, götürə bilərəm. Deyir, ikinci və üçüncü rəqəmi təkdir. İkinci və üçüncü rəqəmin cəmi birincidən böyükdür. İndi onsuz ki 0 üçün istənilən 2 rəqəmin cəmi belə deyək də, bundan böyük olacaq. Ona görə 5 variant buradadır. Yəni 5 vur 4 variant mənə verir ümumilikdə 20 variantı. Yəni bu ümumilikdə mənə 20 dənə variant verir. Misal üçün bir neçəsini düzsək, tutaq ki 1 ilə 3-ü götürə bilərəm, 1 ilə 5-i götürə bilərəm, 3 ilə 1-i götürə bilərəm, 5 ilə 7-ni götürə bilərəm, nə bilim 3 ilə 9-u götürə bilərəm. Hansı ki, yəni bu rəqəmlər təkdir və cəmi də birincidən böyükdür. Ona görə mən deyəcəm ki, burada mənim 20 dənə variantım var. Daha sonra baxsam əgər bu belə deyək 2 rəqəmi üçün, bu 0 rəqəmi üçün getdi. 2 rəqəmi üçün də yenə də 20 variant olacaq mənim əlimdə. Niyə?
Niyə? Çünki 2-ni 1 plus 1-in cəmi mənə 2-ni verir də. Bir də burada deyir ki, rəqəmləri müxtəlif olan. Yəni rəqəmləri müxtəlif dediyi üçün burada da elə ümumilikdə mənim 20 dənə halım olacaq. Daha sonra 4 üçün baxsam, amma 4 üçün məndə 18 vəziyyət olacaq. Niyə? Çünki 1 ilə 3-ü cəmləsəm əgər, sonra 3 ilə 1-i cəmləsəm, yəni bunlar 4 eləyir və bunlar cəmi 4-dən böyük deyil. Ona əsasən mən ikisini çıxsam, yəni 20-dən ikisini çıxsam, burada mənə qalacaq 18 variant. Daha sonra 6 üçün baxsam mən buna. Onda 6 üçün də mən artıq buradan 4-ün çıxmalıyam. Yəni 1 plus 3-ün cəmi 4 elədi, 6-dan böyük deyil. 3 plus 1-in cəmi 4 elədi, 6-dan böyük deyil. Daha sonra 1 plus 5-in cəmi 6 elədi. Bu da 6-dan böyük deyil. Və bir də 5 plus 1-in cəmi 6 elədi. Yəni bu da 6-dan böyük deyil. Onda mən 20-dən bu səfər də 4-ün çıxacam. Burada mənə verəcək 16 variant. Daha sonra gedib 8 üçün bunu tapsam, eyni bu halda, yəni 4 halı çıxacam. Bir də əlavədə 3 plus 5 halı var ki, 8 eləyir. Bir də 5 plus 3 halı var ki, 8 eləyir. Yəni bu yazdığım 4 dənə ümumilikdə hal, bir də bu 2 hal. Olacaq ümumilikdə 6 hal. Onda 20-dən də mən 6-na çıxsam, burada da mənə verəcək 14 hal. Və ən sonda da deyək ki, şifrələrin mümkün sayını qeyd edin. Onda bunları cəmləsəm, yəni 20, 20, 40 eləyir. Daha sonra 40, 18, 58, bu da 16. Onda deyəcəm ki, deməli 20 plus 20 plus 18 plus 16 72, bu da 14, bu da mənə verəcək 86. Ümumilikdə, yəni bunların hamısını götürüb cəmləsəm, 20-ni, 18-i, 16-nı, 14-ü götürüb cəmləsəm, bunların ümumi cəmi mənə verəcək 86-nı.